Onları Sumqayıtın hər bir ərazisində görmək olar. İstər şəhərin mərkəzində, istər qəsəbələrdə, istərsə də xidməti ərazilərinə aid olmayan ünvanlarda. Bəli, onlar Sumqayıt Təmizlik Departamentinin əməkdaşlarıdır. Hər gün səhər açılanda onlar öz işlərinə başlayır. Küçələr təmiz, yollar səliqəli. Təmizlik Departamentinin əməkdaşları verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir. Hətta onların xidməti ərazilərinə daxil olmayan ərazilərdə belə tullantıların daşınmasını həyata keçirir, yolların kənarlarında olan məişət tullantılarını ərazidən təmizləyir, sakinlərə yüksək xidmət edirlər. Hər həftənin şənbə-bazar günü isə departamentin şəxsi təşəbbüsü ilə iməcliklər təşkil olunur. Bu iməcliklər Sumqayıtın sahil küçəsindən Bakı-Quba yolunun ödənişli hissəsinədək ərazini əhatə edir. Kilometrlərlə uzanan bu iməclik işlərinin məqsədi sakinlərə yüksək səviyyədə xidmət etməkdir. Bəli, bu gün əminliklə deyə bilərik ki, Sumqayıt təmiz şəhərdir və onu qoruyub saxlayanlar var.